Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il, 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbərə doğruya verilən məlumata görə pensiya təyin edilərkən həmin pensiya kapitalının həm də ümumi stajın kişilər üçün 25, qadınlar üçün 20 il eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir. Qeyd edilən kateqoriyadan olan vətəndaşlar üçün bu humanist yanaşma pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihədə əksini tapır, deyə Nazirlikdən bildirilib.